Çox sağ olun, aparıcılar, dəyərli qonaqlar, dəyərli ADA məktəbinin şagirdləri, müəllimləri, heyət üzvləri, bizim deməli AI Challenge yarışmanın iştirakçıları, valideynləri görürük burada. Hamını salamlayıram ADA məktəbi adından. Deməli, bugünkü tədbir əslində deyə bilərik ki, ölkədə birincilərdəndir. Ona görə ki, bizim deməli, IB şagirdimiz Cüneyt Qəmbərov öz müəllimləri ilə birlikdə bu inisiyativanı irəli sürüb. Birinci məktəb səviyyəsində keçirilir bu yarışma. Sonradan isə fikirləşdik ki, yaxşı olardı ki, artıq biz ölkə səviyyəsində bu süni intellekt, ağıllı texnologiyalar barədə məlumatları çatdıraq, uşaqlarda maraq yaradaq ki, bu sahə daha da inkişaf edəsin. Bir də mən çox vacib məqamdır ki, bizim sponsorumuz Star College təşkilatı burada bizə böyük bir dəstək göstərib və bugünkü deməli qaliblərimiz Star College tərəfindən gözəl bir prizlərlə təklif olunacaqlar. Təşəkkür edirəm Hüseyin bəyə və kollegalara bu dəstəyə görə. Uşaqlar, valideynlər, iştirakçılar bir daha bu mövzu barədə danışanda ağıllı texnologiyalar, süni intellekt, bu nə deməkdir? Bilirsiniz ki, yəqin ki, eşitmişsiniz valideynlərdən, müəllimlərimizdən ki, 10 il, 15 il bundan qabaq biz filmlərə baxanda görürdük ki, nəsə belə maraqlı, qeyri-adi texnologiyaların köməyi ilə, dəstəyi ilə qeyri-adi